Davam edirik. Yaxın Şərqdə baş verən istənilən hərbi əməliyyat Amerika Birləşmiş Ştatları İran danışıqlarında davam edən qeyri-müəyyənliklər, İranın Birləşmiş Ərəb Əmirliklərinə və Fars körfəzindəki gəmilərə etdiyi hücumlar qlobal bazarlara güclü təsir göstərməkdədir. Hasilat və ixracatda həlledici rol oynayan regionda tətbiq edilən qarşılıqlı blokadalar xam neft, təbii qaz və neft məhsullarının axınını ciddi şəkildə məhdudlaşdırıb. Həmçinin enerji qiymətlərinin və yüksək inflyasiya göstəricisi ilə bağlı narahatlıqların artmasına səbəb olub. İranın həyata keçirdiyi hücumlar aprel ayının əvvəlində ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsdən sonra baş verən ən ciddi eskalasiyadır. Ekspertlərin fikrincə baş verən artım bazarın regiondakı vəziyyətin kəskinləşməsinə reaksiyasıdır. Biz bugün artıq təchizatdakı şok enmələri görürük və bu enmələr təbii ki, qiymətlərin də artmasına gətirib çıxarır. Xüsusən Hörmüz boğazı ətrafında gedən proseslər, bir sıra körfəz ölkələrinin neft və qaz ixracında yaranmış pauzalar və bunlar təbii ki, bazarda təklifin də azalması ilə nəticələnibdir. Hətta bəzi analitiklər söyləyirlər ki, bu OPEC və OPEC Plusun nəticədə dağılması ilə nəticələnə bilər. Ona görə ki, biz artıq qopmaları görürük. Hazırda enerji bazarı rəsmi Tehran və Vaşinqton arasında mümkün danışıqlara fokuslanıb. Analitiklər vurğulayırlar ki, Hörmüz boğazından gəmilərin hərəkətinin bərpasına dair razılaşma əldə edilməməsi qlobal enerji bazarında əhəmiyyətli dalğalanmalara səbəb ola bilər. Dünya enerji bazarında yaranan təlatümlər fonunda ölkələr qənaət rejiminə keçid etməklə bağlı çağırışlar edirlər. Ekspertlərin fikrincə, yaxın şərqdə münaqişə uzanarsa, mərkəzi banklar yüksək faiz dərəcələrini daha uzun müddət saxlamalı olacaq. Bu isə kreditləşmə və investisiya artımı üçün şəraiti pisləşdirəcək. Söhbət təkcə tələb və təklif zəncirindən getmir. Ümumilikdə istehsalçı və istehlakçı zəncirində gedən mürəkkəb proseslərdən gedir ki, burada yəni tariflərin qalxması, nəqliyyat xərclərinin yüksəlməsi, son nəticədə risklərin artması, son nəticədə əlbəttə ki, bazarı bugün kifayət qədər volatil, amma qalxmaya meyilli edibdir və son günlərdə, xüsusən bu həftə neftin qiymətinin davamlı olaraq artacağı ilə bağlı da çox kəskin proqnozlar yer alır. Dünyada neft və qaz qiymətlərinin artması Amerika Birləşmiş Ştatları daxil olmaqla bütün qlobal iqtisadiyyatda inflyasiyanı ciddi bir şəkildə tətikləyir. Digər tərəfdən isə neft məhsullarının keçidində yaranan fasilələr və biznesin davamlılıq riskinin artması dünya iqtisadiyyatının digər sahələrində ciddi risklər formalaşdırır. Üçüncü istiqaməti isə ərzaq məsələləridir ki, məhz gübrə çatışmazlığı ərzaq məhsuldarlığının aşağı düşməsinə, ərzaq qiymətlərinin ciddi artımına səbəb ola bilər. Bundan əlavə isə həm də dünyada aclığın getdikcə artması ilə nəticələnə bilər. Bütün bu məsələlər əlbəttə ki, dünya iqtisadiyyatı üçün ciddi bir təhdiddir. Bu gün enerji resurslarına malik olmaq qədər həmin resursların təhlükəsiz, fasiləsiz və siyasi təsirlərdən kənar şəkildə bazarlara çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan enerji marşrutlarının şaxələndirilməsi və yeni alternativ dəhlizlərin formalaşdırılması beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Mövcud şəraitdə Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də sabit və proqnozlaşdırıla bilən tərəfdaş rolundadır. Azərbaycan hal-hazırda neft və qaz satışından əldə etdiyi gəlirlər hesabına və o cümlədən formalaşmaqda olan, artmaqda olan strateji valyuta ehtiyatları hesabına qeyri-neft sektoru və o cümlədən iqtisadiyyatın digər sahələrinə artırdığı investisiyalar hesabına istehsal və emalı artırarsa, xidmət sektorunu daha da inkişaf etdirəriksə, gələcəkdə həmin mənfi təsirlərdən özümüzü qoruma imkanlarımız güclənmiş olar. Neft treyderləri bir qayda olaraq yalnız cari iqtisadi parametrləri deyil, mövcud geosiyasi vəziyyətin inkişaf perspektivlərini də nəzərə alırlar. Bu baxımdan indi baş verən proseslər göstərir ki, həm rəsmi Tehran, həm də Vaşinqton hələlik danışıqlar prosesində maraqlıdırlar. Bütün ciddi analitik mərkəzlərin ümumi rəyi də bundan ibarətdir ki, hər iki tərəf üçün optimal yol danışıqlardır. Elnur Hüseynli, Sabit Bilalov, ASTV İqtisadiyyat.
Almaniya 5,5 milyon avro ayıraraq Asiya İnkişaf Bankının Təbii Həllər Mərkəzinin maliyyələşdirilməsinə üzrə tərəfdaşı olub, vəsait qrant şəklində birgə maliyyələşdiriləcək. Qərar qurumun Rəhbərlər Şurasının 59-cu illik iclası zamanı elan edilib. Ayrılan məbləğ Asiya Sakit Okean regionu ərazisində bioloji müxtəlifliyin və ekosistemlərin qorunmasına yönəldiləcək. Birgə maliyyələşdirmə səmərəli idarə etmə və bərpa üzrə işlərin aktivləşdirilməsində kömək olacaq. Almaniya sözü gedən vəsaitləri Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi vasitəsilə təqdim edir. Qeyd edək ki, təbii həllərin maliyyələşdirilməsi mərkəzi 2023-cü ildə təsis edilib. Mərkəz yaxın 4 il üçün təbiətin qorunmasına $5 milyard investisiyanın cəlb edilməsini hədəfləyir.